Birinci mənə elə gəlir ki, qızlar, ölçülər götürəndə qaydalarla ölçülməlidir. Uzunluq götürülür, bel dairəsi götürülür, çanaq götürülür, ləşkə götürülür, sonra qurfik hissə ölçülür. Əgər ətək trapezsə, ətək ayağa uyğun. Hə. Yəni bu 85 nədir? Bel dairəsi. Hə. Amma birinci uzunluqdan başlasın. Ən axırda bitirirəm. Uzunluq ən axırıncı bitirirəm. Hə, hər an özünüz Əlim örgəçibdir, 15 ildə elə gedir. Mən amma yəni ən rahat, ən asan yolla. Birinci uzunluq götürürük. Uzunluğu 102 və 104 götürərik ki, tikiş payını nəzərə alırıq. Sonra bel dairəsi. Bel dairəsindən 18 sm aşağı düşüb çanaq dairəsi ölçülür. Sonra ölçülür. Ləşkə hissə budun ən qalın yeri. Ləşkə sayılır 70 sm olacaq. 70 sonra qurfik hissə ölçülür. Beldən, bax bu göbək hissədən bu hissəyə qədər qurfik hissə. Qurfikdir. Sonra xanımlar, əgər məsələn yəni xanım dar şalvar istəyirsə, ayağının ölçüsünə uyğun ki, ayaq oradan rahat girib çıxar, dar olacaqsa, mütləq şəkildə ətək ölçüləcək. Ətəyin dairəsi də, Ətəyin dairəsi 32 santidir. 32-nin də yarısı eləyir 16. Bir də nə olacaq? Əgərlər məsələn qız desə ki, Fərqanə xanım mənə desə ki, mən trapez şalvar istəyirəm. Bura qədər otursun şalvar budumdan, buradan aşağı belə açılsın. Biz mütləq şəkildə bel xəttindən diz xəttinə qədər də dizin hündürlüyü ölçülür. Dizdən aşağı ucu trapez olacaq. İndi siz necə şalvar istəyirsiniz? Klasik boş şalvar olacaq. Baxın, uzunluq götürürük. Ən rahat, ən asan yolu. 102 uzunluğu idi. Balata da götürə bilərsiniz. Hə? Qısa da götürə bilərsiniz. Ki, çatsın kəmərinə falan. Yox, çatacaq. Bir dənə baxım görün nə qədərdir. O bir tərəfi çatacaq. Qəşəng kəmərinə, çilinə, hər yerinə yanlarla, cibi falan, hər şey çatacaq. Narahat olun. Lap istəyirsiniz 100 götürün. Az götürün. 100 götürün. 100 uzunluqdur. Sonra bax, hər dəfə bunu təkrar deyirəm qızlara. 29 xanımın qurfik hissəsidir, düzdür. 29-u buradan işarələdik. Kromka çıxmaq şərti ilə 1 saatı kromkasına çıxacaq. 8 santimetri bax buradan işarələyirik. Sonra oval şəkildə buranı birləşdirib. Bu qurfikdir. Qurfik hissədir. Qurfik hissədən bax burada işləyirik nəyi? 18 santimetr düşürük bura, əgər zamok qabaqda olacaqsa, ön hissədə olacaqsa. 18 santimetr buradan ayırırıq, bu hissə kəsilir. Bura qalır, hələ ki üstündə. Bizim kəsəcəyimiz hissə bura olacaq. Sonra beli xəylidik. 85 idi. 85 idi. Əgər burada bir dənə belə qat, cibin üstündə belə sklat istəyəcəksə, çox yapışmasın deyə, 3 santı gəlirik bura. Santı yarım bu tərəfdən, santı yarım bu vidiçka payıdır. Gəldik bura. Sonra bölürük 2 yerə. Yox, 4 yerə. 4 yerə bölürük. 22, 21. 21-i buradan işarələyirik. Tikiş payda olur mu mən? Tikiş paylarını kəsəndə biraz çıxacaq. Bir dənə iğne olsaydı, balaca iğne. Buranı sklat ayırardım. O yaxşı üsuldur ki, elə üstündə eləriz. Ən rahat, ən asan yolları budur şalvarın biçim qaydasının. Məsələn, hərə özünün öz qaydaları ilə biçir. Mənim qaydam budur. Kim necə, yəni, 18 santimetr bel xəttindən düşürük parçanın uzunluğuna, çanaq xətti, çanağı tapacaq. Çanaq da xanımda 110 idi. 110-u bölürük 4 yerə böləndə 55, 55-in də yarısı 27,5, 28 götürürük. 28 santimetr götürürük buradan. 28 çok olmadı. Yox, sonra ləşkə. Yox, elə o yanlıdır. Sonra ləşkə hissəni уже 2 yerə bölürük. 70 idi, 68-də. 68-i 2 yerə bölürük, 34. 34-ü işarələyirik buradan. Sonra düz, adi şalvar olacaq. Yan xətti də birləşdiririk, bu da ətək xəttimizdir. Buradan da kromka çıxacaq. Kromka hissəmiz çıxacaq. Qaldı bizim burada cibimiz. Cib də baxın, 8 santı giririk bura, bu hissəyə, parçanın eninə. 8 santı, 14-16, baxır, əlinin girəcək qədər olacaq hissəsinə də. Çox nə böyük olmasın ki, ağzı belə aralanmasın, nə də çox kiçik olmasın. Baxın, buranı da birləşdiririk cib. Ciblər də müxtəlif olur. Məsələn, belə də cib ola bilər.
belə cib ola bilər və yaxud belə ciblər var. Kim nə formada istərsə öz zövqünə uyğun cib forması. Bir hissədə Təyin Ləman xanım edirlər. qulfikdən 1 sant aşağı düşürsünüz və ya qalxırsınız. Burada qalxa bilərsiniz, kəsəndə, biçəndə. Aha. Yarım santı kimi belə götürə bilərsən. Çox da yox, tikiş 1 santı. Kənarları qalxsın, orta hissə biraz aşağı olsun. Aşağı olsun. Yubqadakı kimi elə bil. Bəli. Amma arxa hissədə 3 santını mütləq qalxmalı. Yuxarı qaldırmalıyıq. İndi arxanı rahatı göstərəcəm sizə. Qad eləmiş deyə qızlar. Baxın bu 1 sant orta hissədən düşüb kənardan qalxa bilərsiniz. Hə. Kiminsə hər dəfə bu sualı verirəm ki, sualı varsa buyura bilər. Yəni ən asas bu biçim var ha. Şalvarda o qədər rahat oturur, o qədər rahat oturur. Mən o master class deyirləri belə. Orada 20 dəqiqə ərzində vaxt qoymuşdular. 20 dəqiqə ərzində bir şalvar tikdim əlimlə. Yəni şalvar kula kimi oturdu. Yəni necə lazım? Onun videosu da var məndə. Görüm tapsam əgər o bir köhnə telefondadır. Ata bilərəm qrupa. Əllə tikmişdim. Zibili falanı 20 dəqiqə ərzində. Yəni bəzi kurslarda, nə bilim 3 santı qalxdın, 5 santı düşdün, nə bilim neynədir. Bunlar çətinləşdirir. Şalvar bunların gözündə şişir olur bir dənə dağ. Məncə. İnanın ki, şalvar heç nədir. Adamda santım şeydə çaşdırır. 3 santım qalxsa, 5 santım düşürsə, Mən üçün də o ideal vəziyyətə gələnə qədər mən də əziyyət çəkirəm. Baxın da bu şalvarın ön hissəsidir. Belə. Bu önüdür. İndi biz çəkirsiniz. Arxan. İndi arxa hissə. Özümdən elə çalışıyorum. Baxın xanımlar, yenə də parça tərs tərəfinə, qurfik hissə sizin özünüzə tərəf. Səririk bunu bura. Baxın, bəzi şalvarlar tikilir fabriklə. Bu şalvarlarda gətirirlər ki, bu hissəsində buruqluq var. Baxırıq ki, bax burada bu artıqlıq var. Əvvəllər lap keçmişdə şalvarlar tikilir, deməli mən. Şalvarın ortasına belə balaca qısok verilirdi. Üçgünc kimi. Hə, üçgünc kimi balaca qısok. Onda şalvar qutu kimi otururdu. Ən çox kişi şalvarlarında. Məsələn, mən atam rəhmətli şalvarı tükürdüm. Görürdüm ki, şalvarın ortasında hazır fabrikində belə qısok var. O qısoku heç tikmək, kəsməyə ehtiyac yoxdur addelini. Bunun üzərində, bax üstündə kəsilirsə əgər, şalvar həyatı boyu nə burula bilməz, oturuşu da super olur da. Yəni bunu... İndi o informaların hamısı elədir. Əskər paltarların hamısında əlavəsi var. Əlavəsi var. Hamısında. Bax görürsünüz, o olmasa, mən də o əlavəni, indi qadın şalvarlarında ehtiyac yoxdur deyə, o əlavəni mütləq şəkildə... Bura baxın, neçə santı? Baxın, 5 santı olsa bəs eləyəcək. 5 santı. O mütləqdir. 5 santı O qızlar. mütləqdir. Baxın, 5 santını ayırdım buradan. 5 santı, bax, bu indi qurfikin arxa hissəsidir. Arxa hissəni bir 2 santı artıq qoyuruq nəyə görə? Şalvarın bu hissəsi, üzr istəyirəm, popa hissəyə keçməsin deyə, həm də dartmasın deyə. Bunu bax veririk belə. 2 santı oradan artıq qoyursunuz, 5 santı da buradan, 5 santı ara buradan, hissədən. 2 santı da mütləq bu tərəfdən. Həmişə arxa hissə qabaqdan enli olur qızlar. Həmçinin biraz uzun şalvarları olur. ütüləyəndə görürük də. Yəni şalvarın ütü qaydası da belədir ki, bu tikişlər mütləq bir-birinin üstünə iynələnir. Bu qurfik hissədə də iynələnir, sonra elə bir ki, ütü xəttin iynələdikdən sonra, yəni təyin eləyəndən sonra. En çok da cins şalvarlarıdır. En çok cins, Hə, ters cins- yüzüne çöndü. Bak, Cinsdə də Gedir. Baxın buradan 3 santını mütləq şəkildə qaldı. Buranı izlədik 3 santını. Sonra tikiş payını çıxandan sonra yerdə qalan hissəni, məsələn 26-dır. 26-nı bölürük 2-yə düşür 13. 13 santını buradan işarələyirik. 12 santı bəs eləyər. 10 da ola bilər, 12 santı da ola bilər. Viditska üçün arxada. Santı yarım bu tərəfə, santı yarım bu tərəfə işarələyirik. Bu olur bizim viditskamız. Ətəyi kənar. Yəni burada çətin heç bir şey yoxdur. Qəşəng kökləyirsən. Zibil hissəsini də qoyuruq.
Məndə düz bir korobka lekallar var, şalvar lekalları, şeylərdə qabaqları burada jurnalı olurdu. Ortalıqda idi, tapa bilmirəm ki, onu hara qoymuşuq ki, bir korobkaydı. Burada da daha aydın şəkildə, rahat şəkildə göstərilib bu şalvarların. Mən əvvəllər qızlar şalvar tikirdim, ay Allah, şalvarın ön hissəsində qırış əmələ gəlirdi, deyəcəm harda. Baxın, şalvarın bu hissələri var, bax buralar. Geyinirdi müştəri, buralarda belə torbalıq əmələ gəlirdi, artıqlıq. Deyirdim, yox, mən bunun tapmalıyam ki, görüm bu nə məsələdir də. Yəni, niyə bu artıq əmələ gəlsin, niyə belə olsun? Tapdım da, yolunu tapdım da, bu yol çox rahat, çox asan, indi zibləri kəsir. Zibin əvvəl görüntü hissəsi. Bel payı ki götürürüz əlavə Bəli. o ölçü. Qızlar, Səbət xanım, Yanda video ilə baxıb zamok eləyə biləcəksiniz. Nə səhviniz olsa sabah göstərəcəm. Hə, mən eləyə biləcəksiniz. Hə, zamok, tələsmədən. Hə, tam tamıdır. Eləyə biləcəksiniz. Bir dənə zamok hissəsini mən elə bilirəm bu götürürəm, yarı günə. Belə burada. 40 dəqiqədir mən gecikmişəm. İstəsə qoyar, istəsə qoymaz. Hə, lap sabah gətirir. sabah da davam edəcək. Sabah sizdən bütün günə. Maşın. Məndir. Zibi də ki, qızlar, özümüz öz əlimizin ölçüsünə uyğun zib yeri təyin edirik. Tikiş payını da nəzərə alırıq. Bax, belə olan şəkildə. Ha bu ya. Dağıtı bir dənə. Dəftərimin göndərib bir mənə. Sonra ikinci hissəmizi kəsirik. Ortasını götürmək. Evet, mən öyle. Sevilməyimə siz necə kəsirdiniz? Mən onu bilmək istəyirəm. Nə yolla Mən kəsirsiniz? zülümlə. Necə? Məhəmməd gəlin. İki hissəsi bütöv olur qızlar. İki hissəsi içəri kisə üçün. Uzun yazık var. Bunların arka hissəsi bir də belli marjinkin götürəcək və sonra. Niyə danışırsan da cəbdən? Nədir köməlli mən? Qızlar. Yox. Bax, tikdiz qutardı samoku. Bunu qoyursunuz üstünə, şalvarın üstünə. Qırağın kontrolürsüz stroçkasına gedəcəksiniz. Yaxşı, bunu qoymasınız üstünə alınmayacaq o. Sabah indi inşallah başdan ayağa onu sizə tikiliş qaydasını deyəcəm. Neçə sınıfdır? Hə, indi bunu da mən sizə göstərim. Bu da Baxın. bəsdir. Bunu saxlayırsınız. Hə, yavaşca. Sevilməlmi? Bax, burada canınız heç vaxt ağrı görməsin. Bax, bu da elə ki qızlar, qurfik hissədir. Burada saxlamışam ha parça. Bu nədir? Ən rahat üstündə, Saxlamaq. Hə. özündə. Qızlarda, xanımlarda sağdan gəlir sola. Qeyd eləyin. Oğlanlarda isə soldan gəlir sağa. Bu mütləqdir. Bəzi cins şalvarlarda standart olaraq soldan sağa gətirirlər. Amma normal qaydalara uyğun, yəni sağdan sola gəlir. Ümumiyyətlə düymələr belədir də qadınlarda. Sağdan sola. Baxın, indi bəli. Şalvarın elə bir ki, zamokun tikirik. Zamok tikilir bu hissəyə, araya. Siz tam başqa cür elədiniz, bax. Bax, belə. Zamok tikilir, bax, bu hissədə qalır, bu bir tərəfi. Bu bir tərəfidir. Arxa hissəsi də bax, belə səliqəli şəkildə qalır. Bu birləşdirməmiş edirsiniz bunu. Aranı bu hissəyə birləşdirməmiş. Birləşdirmədən bu hissə tikilir. Sonra digər zamokun o biri hissəsi tikilir. Bu hissəyə yumru formada tikilir. Sonra qurfikin bax burası. Bu hissəsi bütöv şəkildə tikilir arxaya. Ən asan, ən rahat yolu budur. Onda heç ortaya müəllimə dediyi ortaya ehtiyac qalmır ki. Yox. Hazır Bu üstündə kəsmişəm də hazır. Tabii də əlavə eləyə kəsmişəm. Hər ayın özünün öz üsulu var da. Bir neçə cür üstü var. Ya qızlara asan da olsun deyə. Ortaya Məsələn, ehtiyac qalmadı bax müəllimə. qızlara əgər Başqa bir Hə, var. bax buradan zakrıpkanı eləyib gəlirsiniz bura qədər. Sizə asan olsun deyə. Açsıq zakrıpkadan sonra Bir saatdan çox olmasın qızlara bir birləşən. saatdan çox olmasın. Pis Bax görsənir. bu zamokun arxa hissəsidir, düzdür? Zamoku birləşdirdiniz bura. Bax tikdiniz bura, düzdür? Bax bu artıq kəsmişəm ha, bax bura.
Bax bu kəsdiyim hissəni gözəllər. Baxın, bax belə şəkildə. Tikirsiniz bura, fırlayırsınız bax belə. Nə içində bax belə səliqəli. Bu da belə. Niyə görməmisən? Ən gözəli. Heç dəfə tikmişik ki. Tikdiz belə üstündən gözəllərim. Sonra gətirin bura. Onun altından planka kimi parça çıxmır, Hə, değil mi? hə, lazımdır. Hazır özünün altında da. Bəs o bitkiyi nə Samanada idi? da var. Baxın baba belə. Yox, Belə bir bir şey. əlavə çıxır, bu məndə də indi cins şava deyir. Bir ara əlavə parça İndi çıxır. əlavə çıxıldı da budur. Bunu Əlavə var, baba bu üstü var. Bax bura. Bax bunu qatdalayırıq təm bura. Bax belə. Bax bu gəlir bunun üstünə. Acun nə deyir? Acun nə deyir? Əmə xanım. Şey deyir. Soyunu deyir. Ağaca saldım istiyorsun. Bunu deyirəm, Emə Bu xanım. o nəyə lazımdır ki o? Şalvara İlişir, alırlar. şalvara ilişir. Məndə də yox. Bu olmasa olmaz. Cins şalvarlarınızda yoxdur, Emə xanım? İndi göstərərəm baxarsınız. Baxın, bax cins şalvarlarda olan baba budur. Bax bunu da qoyuruq bunun üstünə vacə. Yumru şəkildə işarələrimizi qoyub bir dənə Hə, quru kiçik zakrıb Bir dənə qaynaq. qoyursunuz. Ay sağ olun. Bax bunu qoyduq bura Qəşəng xətt belə. deyirsiniz. Xətt deyirsiniz yazan pozan ruçka ilə və yaxud mellə. Mütləq. Ən axırda bunu eləyirsiniz mütləq. Tikdiz belə. Öz salam. Oldu bu da zamok. Ən asan, ən rahat. Bunun tamosu nə qalır? İnşallah sabah görürəm. Ən asandır. Siz Ən asanını tapmışdıq ki, bundan da asandır. Yox, yox, yox. Bu ən asandıdır. Həm içində heç aveloka da ehtiyac yoxdur. Qatdala içəri belə səliqəli. Ne kadar öyle kalın olsa bir o kadar qəşəng. Elə bir qalınlığı yoxdur axı bunun. Məsələn deyirəm, yenlərlə o qalın olsa. Kliboyla işləyirsiniz də, bu hissəni kliboyla işləyirsiniz. bura mütləq klibo şəkildə. yaxşı Ona görə olmalıdır. gətirdim sizə. Mütləq qəşəng dursun, sabit. Görüm də, görüm nə edəcəksiniz. Sabitləsin. Hə, Bir dənə sabitləsin. qaldı deyəsən belli manjeti. Sən o təyin eləyəndən tikəndən sonra manjeti də kəsin. İstəyirsiniz Sərqəni sən kəsin. birinci cibin elə, yan cibin elə. Yaxşı, birinci yan cibin elə, sonra arxa cibin. Hə, otur cibi tik, mən baxacağam. Mən buradayam da. Arxa cibi də siz eləyin də qızlar. Sizin dərsiniz var müəllimə gedirsiniz. Mən qaçıram. Hə, qaç. Qaçıram, gecikmişəm. Amma mən də bir söz deyim qızlara da. Bunu tiksinlər, əgər də arada gəlib deyəcəm. Mən o uşaq kostyumu bu gün verməsəm, burada problem yaşaya bilərəm. Hə. Huzurlu sayın. Amma siz də Arxa mənə hissəli məşğul ikisini olun. də cib olsun. Yaxşı. Aynı arxa cib eləyə bilirsən. Hə, qəşəng eləyirsən ha, yaxşı. Ay canım. Ay bu yaslar içine, onu deyil. Recibe koyulur, karta koyulur. Karta qoyursan. Belə bir cib koyulur. Ben ama birisi şeydir də, şalvar şey fazla Ablan üstten kadar. koyulur. Hə, üst cibdə tikmişik də üst cib. Ha, o yani ona ucu çizsen seçsen lazım olmuyor. Belə özünü içinə bir əlini qoyursan da, söhbət salam, hə. Bax bacı, amma sən bunu ilk cibdən başla da, düzdürmü? Gülşən bir dənə arxa cib sən açarsan. Eyni ölçüdə eləyin, aynı ilə. Niyə? Çəkilirsə. Bax, birinci ilk. Geynəcə inşallah. Burada klevoy yapışmalıdır, hə, Həlimə? Bəli, bəli. Klevoy mütləq şəkildə, hə. Klevoy Ki, rahat yapışır. sevilsin. Hə, indi sən bir dənə bunu tikirsən, sonra çevirirsən bu tərəfə. Çevirəndən sonra dibindən bir dənə də tikiş gedirsən, stroçka. Bilirlər qızlar. Stroçkanı gedəndən sonra qızlar, qəşəng bunu ütü ilə öldürürsən ki, yəni bax bu hissə belə yansın. Ütülədin, sonra içinin bu içliyi qoyursan, bu birisi kəsdiyimi. Baxın belə. Qoyursan bunu da bura, indi o bir tərəfində. Sabirə sən açarsan bir dənə arxa cibdə. Təmbəl. Hə, mütləq şəkildə eləməlisiniz qızlar. Əlinizdə Amma iş gətirə olmalıdır. birinci gün mənim şalvarım. Bax belə. Necə orada qrubu düşün. Sonra qızlar, bax belə ciblərdə var. Mən sportivlərdə bəzən tikirdim. Göstərərəm indi sizə. Baxın, bax belə olur, üstdən qoyulur. Bu belə qatdalanır, belə. Cib buradan olur da. Baxın, Üstündən gedir, hə. Üstündən gedir. Qırağından da bir dənə kant qoyursan, elə gözəl görsən. Sən belə görürsən. Hə, Ondan iç gibi. istəyirdim. Hə. Heç nə də uje bunu Nə eləyirsən ütü ilə yaxşı, fərqanə. Nə Xırdaları bu götür, nəyəsə lazım ola bilər. Üç ölçümü edirsən ona. Yaxşı. Xırdaları da götürün, soğudur, səliqəli qalsın qız.